Bir-birinizi Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərindən salamlayıram. Gördüyünüz kimi biz hazırda Vaqif məqbərəsinin önündəyik və canda Vaqif poeziya günləri keçirilir. İlk dəfə Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan burada məqbərənin önündəyik və bugün də ənənəvi olaraq Vaqif poeziya günləri haqqında sizə ən son məlumatları çatdırmaq üçün buradayıq. Hava da yaxşı kimi gözləyirik. Mənim Şuşa maşallah əla imkan. Yağış yağacaqaydı mən. Yox, saat idi. Rəşad müəllim çıxış eləməlidir. Rəşad müəllim. Bəli. Yollar ağır, cığırlar dik, sıldırım çətin. Qaya-qaya igidlərin tək adı mətin. Şəhid düşən ərənliyin, məğrur qeyrətin, pak ruhunu ziyarətdir Şuşaya getmək. Demə vətən şirin imiş, fərhatmış insan. Laf ölsə də haqq yolundan dönməz qəhrəman. Qayaları alqan ilə yazılı dastan, tükənməyən fəxarətdir Şuşaya getmək. Hər qarışı qədim tarix, müqəddəs yaddaş, dərələri dərin fikir, yamacı sirdaş, qovuşuqdur qanı qana, qan çəkir qardaş, qəlb qızdıran hərarətdir Şuşaya getmək. Xarı bülbül sevdasına tutuşmaqdırmı? Saf havayla, nur yağışla qatışmaqdırmı? Yaradanın dərgahına yetişməkdimi? Ya cənnətə səyahətdir Şuşaya getmək? Billur kimi yanır par-par, göyə, yerə bax, pərvanəsi olana bax, səməndərə bax, cıdır düzü bələnibdir nəğmələrə bax, çal çağırlı səadətdir Şuşaya getmək. Dahiləri yetişdirib suyu, çörəyi, Vaqif, Cabbar, Bülbül, xandı çarpan ürəyi, bəstəsinə təzim üçün Üzeyir bəyin sidq ürəkdən ibadətdir Şuşaya getmək. Təşəkkür ederim. Gülnardı. Ağlama Gülnar. O şiir necəydi? Bizim sərin meşələr, o gözəl bənövşələr. Gəlin öpüm sizi mən. Getsəniz gözlərimdən mənə böyük dərd olar. Ah bizim dik qayalar. Qarabağı almışıq biz. Zafer yolu salmışıq bizə. Azərbaycan bayrağını Qarabağda asmışıq biz. Bu çanalarda gəzir Vaqifin şux gözləri. Bu çəmənlərdə gəzir Vaqifin şux gözəli. Ruhunu buradan alır Natəvanın qəzəli. Ruhunu buradan alır Natəvanın qəzəli. Bununla da Vaqif Poeziya Günlərinin açılış mərasimi sona